Ernest Hemingway, Qoca və dəniz povesti. O, yəni qoca Santiago, 2 avarla balaca qayıqda Qolf streamdə tək başına balıq tuturdu. 84 gün idi ki, dənizə gedir, hər dəfə də əli boş qayıdırdı. İlk 40 gün ərzində balaca oğlan da qoca ilə bərabər getmişdi. Bu balaca oğlan adı Manolin idi. Sonra Manolinin valideynləri qocanın uğursuz olduğunu deyib, onu qocadan uzaqlaşdırdılar. Qocadan ayrılıb başqa qayığa getdi. Birinci həftəsində 3 iri balıq gətirdi. Qocanın halı oğlanı kədərləndirirdi. Hər gün əli boş qayıtdığı üçün oğlanın Santiagoya yazığı gəlirdi. Hər axşam sahilə gəlib qocaya qayıqdan əşyaları, kəndirləri, dorağacını, nizəni daşımağa kömək edərdi. Yelkən başdan başa yamaq içində idi. Dəfələrlə məğlub olmuş, alay bayrağına bənzəyirdi. Usanmış yorğun qoca balıqçı arıq idi. Boynunun ardını qırışlar örtmüş, qonur rəngli yanaqlarının isə ləkələr bürümüşdü. Ləkələr boynuna qədər yayılmışdı. Qoca olsa da mavi gözlərində gənclik ehtirası var idi. O gözlər qocanın məğlub edilməz olduğunu göstərirdi. Dənizdən nataraz ağır balıqları dartıb çıxarmaqdan kəndir əllərini yarıq-yarıq eləmişdi. Əllərindəki bu köhnə yarıq izləri susuz səhralardakı çatlara bənzəyirdi. Oğlan Santiagoya müraciət edib, bundan sonra yenə onunla dənizə gedəcəyini deyir. Oğlan biraz pul qazandığını deyir. Qayığı sahildə yerbəyer edib, yoxuşla qəsəbəyə qalxırlar. Oğlan balıq tutmağın sirlərini bu Santiago'dan öyrənmişdi. Ona görə də Santiago'nu çox sevirdi. Qoca oğlana təklif edir ki, mənlə gəlməkdənsə indiki yerin yaxşıdır. Bəxtin də gətirir, orada qal. Oğlan isə cavab verir ki, yadındadırmı? 87 gün hər səhər dənizə getdik. Bir dənə balıq tuta bilmədik. Sonra 3 həftə gündə iri balıqla sahilə qayıtdıq. Qoca oğlanın sözünü təsdiqləyir. Deyir ki, bilirəm ki, yanımdan öz xoşuna getməmsən. Öz yerində qalsan yaxşı olar. Oğlan isə atasının onu məcbur etdiyini deyib özü təmizə çıxarır. Oğlan deyir ki, atam sizin bəxtinizə inanmır. Qoca isə amma biz inanırıq, eləmi? Deyə soruşanda oğlan əlbəttə deyə cavab verir. Oğlan qocaya təklif edir ki, terrasa gedib biraz pivə içək. Pivə pulunu mən verəcəm. Santiago razılaşır. Balıqçı balıqçını qonaq eləyər də, deyir. Onlar terras restoranına gəldilər. Orada çoxlu balıqçılar var idi. Qocanı görüb gülə-gülə zarafatlaşmağa başladılar. Qoca isə zarafatlardan incimirdi. Yaşlı balıqçıların biruzə verməsələr də Santiagoya yazıqları gəlirdi. Balıqçılar tilovu dərinə atmaqdan, gözəl havadan, eşitdiklərindən danışırdılar. Bu gün balıq ovunda bəxti gətirənlər hamısı buradaydı. Balıqların içini çıxarıb təmizləyib, qoşa taxtaların üstündə köndələn düzmüşdülər. Balıqları ambarda soyuducuya doldurub Havana bazarına aparacaqdılar. Köpək balığı tutanlar ovlarını limanın o biri başındakı balıq zavoduna təhvil verirdilər. Külək şərqdən əsəndə balıq zavodundan üfunət iyi gəlirdi. Bu gün külək şimaldan əsdiyindən qoxu təmiz azalmışdı. Oğlan qocanı çağıranda qoca əlində pivə stəkanını tutub dərin fikrə dalmışdı. Oğlan ona deyir ki, icazə ver gedim sənin üçün sabaha bir neçə sardina tutum. Qoca isə oğlana bildirir ki, lazım deyil, sən get beyzbol oyna, özüm avar çəkə bilirəm, toru isə Rogello atar. Oğlan isə gedəcəyini, heç olmasa başqa işlərdə ona kömək edəcəyini deyir. Qoca isə pivə qonaqlığı üçün ona təşəkkür edir. Oğlan qocaya onu ilk dəfə neçə yaşında dənizə apardığını soruşanda, qoca 5 yaşında getdiklərini, tutduqları iri balığın çırpınıb az qala qayığı qırmasını xatırlayır. Oğlan da xatırladığını, balığın quyruğu ilə oturacağı sındırmasını, qocanın toppuzla balığı əzişdirməsini, balığın qanına bulaşıb üst başının bulaşdığını dilə gətirir. Gənc oğlan qoca ilə dənizə çıxdığı birinci gündən olub keçən hər şey yadında saxlamışdı. Qoca qan çəkmiş gözlərlə oğlanı oxşadı. Baxışlarından etibar, məhəbbət yağırdı. Mehribanlıqla oğlana dedi ki, doğma oğlum olsaydın, heç nəyə fikir vermədən səni dənizə aparardım. Heyf ki, başqasının oğlusan. Özün də uğurlu qayığa düşmüsən. Oğlan qocadan soruşdu ki, sardina tutmağa icazə verirsənmi? Tilova taxlası yemin yerini də bilirəm. 4 dənəsi bəsimdir. Qoca səhər apardığı yemin necə var qaldığını, duzun içində olduğunu deyir. Oğlan gedib 4'ünü də gətirmək istəyərkən, qoca birini gətirməsini istəyir. Oğlan isə qocanın icazəsindən ikisini gətirmək istəyir. Qoca razılaşır. Qoca oğlandan yemi oğurladığını soruşanda, pulla almışam. Girəmə keçsəydi çırpışdırardım, deyir. Qoca çox baş aşağı, təmiz ürəkli, hiyləkələk bilməyən biri idi. Bu da onun hörmətini artırırdı. Qoca ləpə belə, qalarsa sabah hava yaxşılaşar deyəndə, oğlan hara ova gedəcəyini soruşur.
Qoca uzaqlara gedəcəyini, həm də dan yeri sökülməmiş çıxacağını söyləyir. Düşünürdü ki, belə etsə külək səmtini dəyişəndə rahat qayıqla üzə biləcəkdim. Mən də bəlkə işləyim qayığın yiyəsini dilə tutum, uzaqlara apara bildim, deyə gülümsəyir. Qarmağına 2 balıq düşsə, köməyə gələrək deyə oğlan zarafat yana gülümsünür. Qoca Santiago həmin balıqçının sahildən çox uzaqlaşmadığını deyəndə, oğlan cavab verir ki, bəlkə şirinlikləndirib uzağa apara bildim. Gözləri görmür. Uzaqda uçan quşları göstərib balıqdır deyirəm, balıqçı dünyanın o başına da gedər. Oğlan yeni iş yoldaşının kör olduğunu deyəndə, qoca cavab verir ki, o ki ömründə çanaqlı bağa tutmayıb, niyə gözləri xarab olsun? Oğlan bildirir ki, sən ki Moskit sahillərinə gedib çanaqlı bağa tutmusan, bəs niyə kör olmamısan? Gözləri məşəl kimi parıldayır. O isə qəribə qoca olduğunu deyir. Oğlan qocadan birdən iri balıq tutsa, çıxarmağa gücünün çata biləcəyini soruşanda, qoca gücdən çox fəna lazım olduğunu söyləyir. Oğlan ayağa durub, şeyləri aparaq evə. Oradan da mən toru götürüb sardina tutmağa gedəcəyəm deyir və ayrılırlar. Qoca səhər tezdən qaranlıq havada kürəkləri götürüb qayığın avarlarını bərkidib dənizə çıxdı. Sahil boyu başqa qayıqlar da hərəkətə gəldilər. Avarların səsindən və liman sularının şappıltısından başqa səs eşidilmirdi. Arada hansısa qayıqdan adam səsi gəlirdi. Bir azdan qayıqlar limandan xeyli uzaqlaşıb okeana səpələndilər. Hər də qaranlıq idi. Balıqlar sudan sıçrayıb mayalığa aşırdılar və suya düşürdülər. Qoca qanadlı balıqları ayrıca bir istəklə sevirdi. Onlar balıqçının geniş okeandakı əsl dostları idi. Havada uçub yem tapa bilməyən su qaranquşlarının halına isə acıyırdı. Bu zərif quşların yırtıcı quşlardan fərqli olaraq hüdudsuz okeanın əzəməti qarşısında heç nə olduqlarını dilə gətirir. Qoca dənizi ürəkdən sevirdi. İspaniyada dəniz aşıqları onu La Mar, pəri deyə əzizləyirdi. Bəzən köpək balığının qaraciyəri tapılmayanda motorlu qayıq sürənlər dənizə rəqib kimi baxırdılar. Dənizi lənətləyirdilər. Qoca üçün isə dəniz bir ilahə idi. Dəniz qocanı incidəndə, ona heç nə verməyəndə belə balıqçı ondan şikayətlənmirdi. Dan yeri söküləndə qoca qarmaqlara yem keçirib tilovları suya atdı. Tilovlardan birincisi 40, ikincisi 75, üçüncüsü 100, dördüncüsü 125 dəniz sajeni dərinliyinə düşdü. Qeyd edək ki, sajen metr sisteminin tətbiqindən əvvəl işlənmiş 2,34 metrə bərabər uzunluq ölçüsü olmuşdu. Demək, qoca qarmaqlara cərgə ilə sardina taxmışdı. Qarmaqlar yarım dairə yem çələngi əmələ gətirmişlər. Oğlanın verdiyi bir cüt təzə tunes balığı qoca ən dərinə atdığı tilovlara keçirmişdi. O biri 2 tilovdan birinə skumbriya, o birinə isə sarı ümrün balığı taxmışdı. Əla növ sardinanın iyi balıqları özünə yaxşı çəkirdi. Qələm yoğunluğundakı yaşıl çubuqlar kəndirə bağlanmışdı. Balıq qarmağa toxunan kimi suya əyiləcəkdi. Kəndirə 2 ip də bağlanmış, uclarına ehtiyat üçün başqa ip düyünlənmişdi ki, balıq qarmağı uçsa, balığı çəkib apara bilsin. 2 saat idi ki, gün çıxmışdı. Gün adamın gözünü qamaşdırırdı. Uzaqlarda zorla seçilən 3 qayıq görünürdü. Qoca avar çəkdikcə tər kürəyi ilə aşağı axırdı. Qərarı alır ki, kəndiri ayağının baş barmağına bağlayıb, biraz böyrü üstə yatıb dincəlsin. Bugün 85-ci gün idi ki, balıq tuta bilmirdi. Mütləq tutacağına söz verir. Bu vaxt qələmvarı çubuqlardan biri suya endi. Qoca sevindi. Kürəkləri sudan qaldırdı. Kəndiri əlində boş tutmuşdu. Qoca dərhal başa düşdü ki, bu marlin balığıdır. Qarmaqlara keçirilmiş sardinaları yeyirdi. İlin bu fəslində sahildən bu qədər uzaqda xırda balıq olmaz. Bu yəqin çox yekə balıqdır deyə fikirləşir. Kəndir bərk dartılanda qoca başa düşdü ki, balıq sardinaları qarmaqdan qopara bilmir. Qoca isə öz-özünə deyirdi. Sardinaları yeyəndən sonra tunesin də dadına bax. Ləzzətlidir, çəkinmə ye. Qoca sevindiyindən qışqırıb Allah özü ruzi yetirib deyirdi. Elə bildi ki, balıq tilova gəlmədi. Sonra kəndir dartılanda ürəyi yerinə gəldi. Həzrət İsa özü onu getməyə qoymaz dedi. Qoca ehtiyat üçün saxladığı kələflərdən birini işə saldı. Balığın gücünü hiss edib, bu balıq nə boydadır deyə mızıldandı. Elə sandı ki, balıq qarmağı köndələninə udub. Balığın halını göz önünə gətirən qoca onun nə ağırlıqda olduğunu yaxşı duyurdu. Qoca istəyirdi ki, balıq qarmağı xeyli utsun, o da kəndiri çəkib balığı suyun üzünə çıxarsın və nizanı böyrünə sancsın. Balıq isə baş götürüb, üzür qayıqdan uzaqlaşırdı və şimal-qərbə yol alırdı.
Gecə yarısı iki dəniz donuzu mayallaq vura-vura qayığın böyür başında üzürdülər. Erkək donuz bərkdən, dişisi isə yavaşdan fısıldayırdı. Qoca onları qanadlı balıqlar kimi insanlara yaxın olduğunu söyləyir. Qozanın tilovu düşmüş balığa yazığı gəldi, onu xalis möcüzə adlandırdı. İri balıq olduğu üçün hətta bazarda nə qədər pul tutacağını, balığın erkək olduğunu belə düşündü. Balığın bəxtini öz bəxtinə bənzətdi. Qoca yavaş-yavaş dövrə vurub qayığa yaxınlaşan bu böyük balığın döş üzgəcinin altından var gücü ilə nizə ilə vurdu. Balıq tərpənmədi. Qoca balığı üç yerdən, burnundan, ortadan və quyruğundan qayığa bağladı. Balıq qayıqdan böyük idi. Qoca əllərindəki yaralara baxıb özünə təsəlli verirdi. Bircə istəyi o idi ki, huşunu itirməsin. Qəfildən başı gicəlləndi. Görəsən indi kim aparır? Mən onu, ya o məni? Deyə öz-özünə sual verdi. Qoca əllərini növbə ilə dənizin şor suyuna salıb saxlayırdı ki, yaraları tez sağalsın, başı da gicəllənməsin. Balıqdan gözün çəkmirdi. Bunun bir yuxu deyil, gerçək olduğunu anlayırdı. Yola düşəndən bir saat sonra bir köpək balığı özünü yetirib həmliyə keçdi. Balığın quyruğundan iri bir parça qopardı. Qoca nizəni köpək balığının kəlləsinə sapladı. Qoca didilib parçalanmış balığına baxanda ona elə gəlirdi ki, sanki öz ətindən yeyilirdi. Qoca ömründə ilk dəfə idi ki, bu yekəlikdə köpək balığı görürdü. Bütün bunların yuxu olmasını arzu edir. Arzu edir ki, kaş heç bu balığı tutmamış olaydım. Çarpayımın üstünə qəzet salıb uzanmış olaydım. Bərkdən dedi, insan övladı məğlubiyyət üçün yaranmayıb. Onu məhv etmək olar, məğlub etmək olmaz. Qoca balığı öldürməyinə peşman oldu. Fikirləşdi ki, hələ həngamə qabaqdadır. Biraz dincəlmək, güc toplamaq üçün uzandı. Taqəti olsun deyə balığın ətindən çeynəyirdi. Qəfildən iki köpək balığının yaxınlaşdığını görüb, əlinə qəfil mıx batmış adamlar kimi vay dədə deyib qışqırdı. Köpək balıqlarının şikarı parçaladıqca qayıq əsim-əsim əsirdi. Birdən qocanın toppuzu da yoxa çıxdı. Köpək balıqlarını ovundan kənar etmək üçün məcbur qalıb sükanı dartıb yerindən çıxartdı ki, iki əli ilə dalbadal zərbə endirməyə başladı. Köpək balıqları qayığı gecənin qaranlığında dörd yandan araya almışlar. Balıqlardan parça-parça qoparıb yeyirdilər. Köpək balıqları balığı yeyib bitirmişdilər. Köpək balığının biri ovun başına yaxınlaşanda qoca sükanı onun burnuna indirdi. Sonra bir neçə zərbə də endirəndə sükan parça-parça oldu. Qoca əlində qalmış dəstəklə vəhşi balığın başına vuranda dəstək qətinə girdi. Balıq sıçrayıb qaçdı. Artıq ovda yeyiləsi heç nə qalmamışdı. Qoca məğlub olduğunu anladı. Sınıq sükan dəstəyini yerinə saldı. Axı işə yaradı. İndi bircə arzusu var idi ki, evinə çatsın. Gecə yarısı bir sürü balıq da ovun olan qalanını daraşıb yedi. Bu qocanın vecinə olmadı. Gözəl qayıqdır, möhkəmdir deyib özünə təsəlli verirdi. Qoca artıq sahilə yanaldığını duydu. Bilirdi ki, birazdan evdə olacaq. Səhər tezdən oğlan komaya baş çəkməyə gəldi. Boylanıb baxanda qocanın yatdığını gördü. Rahatlandı. Balıqçılar sahildə qocanın qayığının ətrafına topalanıb nəhəng balıq skeletinə tamaşa edirdilər. Bir balıqçı isə suya girib əlindəki iplə balığın boyunu ölçürdü.